Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına zorakılıq etməkdə ittiham olunur. Reallıq TV teleqrafı istinadlı xəbər verir ki, Məhəmməd Pənahovun adı əvvəllərdə bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanır. O 2010-cu ildə Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin məhkəmə təbabətinin baş müəllimi, əməkdar müəllim Oleg Mirzəyevə qarşı zorakılıq edib. Oleg Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq Məhəmməd Pənahov üzr istəmək əvəzinə onun boğazından tutaraq xəsarət yetirib. Oleg Mirzəyev aidiyyəti üzrə 22-ci polis bölməsinə müraciət edib. Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı bildirilir. Belə ki, Məhəmməd Pənahovun evində hayküylü məclislər təşkil etməsi Ziyafət Əsgərovun narazılığına səbəb olub. Onun bununla bağlı Məzahir Pənahova şikayət etdiyi qeyd olunur. Qeyd edək ki, Məhəmməd Pənahov həyat yoldaşı ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los Angeles şəhərinə köçüb. Orada spirtli içki alüdəçisinə çevrilən Pənahov həyat yoldaşını mütəmadi şəkildə fiziki zorakılığa məruz qoyub və bunun nəticəsində həyat yoldaşı bətnindəki övladını itirib. Ərinin zorakılığından təngə gələn xanım Bakıya qaçmağa məcbur olub.